İranın bəzi rəsmiləri Amerika ilə dil tapacaqlarını bəyan edirlər. İran özü də narahatdır. İran həqiqətən də ona görə narahatdır ki, İranın müəyyən boşluqları var. İranın boşluğu bilirsiniz nə vaxtdan başladı? İbrahim Rəisinin helikopterinin o qəzaya uğramasından sonra 10 saat ərzində İran prezidentinin öldüsü, qaldısı ilə bağlı məlumat yəni dünyada dolaşdığı gündə bilirsiniz, ikinci bir hal isə Məsud Pezeşkiyanın inaugurasiya mərasiminə gəlmiş İsmail Haniyə, yadınıza gəlir də, yəni Tehranda onun qaldığı oteldə uçdu göylərə, bizim peykimiz mahnısını, yəni bəzi qüvvələr oxuturdular İrana. Bu iki, üçüncüsü də İran İsrailə qarşı 300-600 civarında müxtəlif raketləri yönəldəndə artıq İran göstərdi ki, o hansı gücə malikdir. Və indi baxın, İran hansı çətin bir durumla üzləşib. Trumpda, bilirsiniz, ayın 20-sində Trumpın demək olar ki, 100 illiyi, artıq may ayının ikisinə deyəsən 100 illiyi, 100 illiyi nə idi? 100 gün. 100 gün, 100 illik, üzr istəyirəm, 100 gün deməli təsadüf eləyəcək. Bu Donald müəllimdə heç nə alınmır. Yəni bugünə qədər edə biləcəyi, etdiyi, yəni yalnız odur ki, deməli pingvinlərə deməli rüsum tətbiq eləyib, Qırlandiyanı alacaqıydı, Kanadanı 51-ci ştat eləyəcəkdi, 24 saata Rusiya-Ukrayna müharibəsini dayandıracaqıydı. Bir yalan olmasın, bir 2 ay bundan qabaq demişdi ki, gələn həftənin 6-cı gününə qədər Həmasa vaxt verirəm. Əgər siz saat, nə bilim, 12:00-a qədər bütün girovları azad eləməsiniz, mən sizə cəhənnəmin o konsertini yaşadacağım. Xatırlayırsınız da Rəman xanım, bunlar hamısı yaxın vaxtlarda olub. Bunların heç biri Trump tərəfindən yəni uğurla nəticələnməyib. Onun yeganə ümidi Benjamin Netanyahu ilə razılaşıblar ki, biz İranı iki tərəfdən, o iki qardaş, yəni sən sağdan, mən soldan İranın nüvə reaktorlarını deməli bombalayaq və məsələ də bununla, necə deyərlər, bir balaca bunun batabatda olan reytingini qaldırmaq lazımdır. Yəni hərbi gücü yalnız İrana qarşı nə isə etməklə nümayiş etdirə bilərlər və ona da cəhd eləyirlər, ona da çalışırlar. İndi baxaq görək yaxın günlərdə nə olacaq? Yəni sabah yaxın 3 gün ərzində demək olar ki, İranın taleyi həll olunur. Çünki İran özü də çox böyük, yəni baskı altındadır. Həm ümid eləyirəm ki, bilirsiniz, yaxın günlərdə Məsud Pezeşkiyanın da Azərbaycana səfəri gözlənilir. Yəni burada Azərbaycanın da müəyyən qatqıları ola bilər ki, bu gərginliyi bir növ belə deyə aşağı salsın. Amma mən yəni təxmin eləyirəm ki, Trump heç olmasa o dediyi sözün elə söz olmadığını sübut etmək üçün İranın İsraillə bir yerdə hansısa bir laboratoriyasını yəqin ki bombalayacaqlar. Yəni İranı bir növ çəkindirmək və qorxutmaq üçün. Bu mümkün. Yenə Allah saxlasın, mən sizə deyim ki, orada baş verə biləcək hadisələr bizim üçün elə-belə ötüşməyəcəkdir. Yəni bizim üçün də çətin olacaq. Çünki biz qonşu dövlətləri, həm orada bizim soydaşlarımız yaşayır, həm yəni orada, mən demirəm, Amerika ilə İsrail Təbrizi vuracaq və yaxud da ki, Tehranı vuracaq. Ən azından bu nüvə başlıqları, o zənginləşdirmə laboratoriyaları olan mərkəzləri, yəni bu günləri bir nömrəli hazırlıq vəziyyətindədir və İran ordusu da hazır vəziyyətə gətirilib. Artıq 3 gündür ki, silahlı qüvvələr tam döyüş hazırlığı vəziyyətindədir. Bazar günündən həyəcan siqnalı ilə, yəni bütün generallar, bütün siyasilər, necə deyərlər, iş başındadır. Ona görə də ən azından yenə deyirəm ki, mən şəxsən Trumpa güvənmirəm, mən Netanyahu'ya da güvənmirəm. Baxın, beynəlxalq hüququn ölü vəziyyətdə olmasını, bunu siz də, mən də deməliyik. Çünki bizim efirləri də Amerikası da, İsraili də, İranı da, Rusiyası da, Ukraynası da hamısı izləyir. Yəni söhbət ondan gedir ki, Macaristan 3 gün ərzində beynəlxalq
cinayət məhkəməsinin axtarışa verdiyi şəxsi öz qoynunda bəslədi. Bilirsiniz də, Benjamin Netanyahu 3 gün ərzində Macaristanda oldu. Deməli, ondan sonra isə ayın 7-sində isə Vaşinqtona getdi. Dünya Sırağı günə Vaşinqtona. Amerikada, yəni demokratiyanın beşiği saydığımız, Qərbin o mayakı, lokomotivi sayılan Amerika Birləşmiş Ştatları da Beynəlxalq Cinayət Məhkəməsinin o orderini sanki belə deyək də bir kağız parçası kimi kənara tullamış oldu. Ona görə bugün dünyada həqiqətən də hüquq yox, güc amili, yəni önəm kəsb edir. Ona görə kim güclüdürsə, o da bu günləri bəzi məsələlər... Biz bunu gördük Amerikanın davranışlarında. Və yeri gəlmişkən, bugün çox maraqlı açıqlamalar Prezident İlham Əliyevdən gəldi. Və Ada Universitetində bir forum keçirilir. Mən səhər xəbərlərində bir neçə epizod üzərində dayandım. Amma diqqətimi çəkən ən maraqlı məsələ Türkiyə ilə İsrailin ilk dəfə barışmasında Azərbaycanın vasitəçiliyi haqqında Prezidentin açıqlamasıydı. Və Üzeyir bəy, Türkiyə ilə İsrail arasında vəziyyətin yenə də bir qədər kritik olduğunu biz Suriyada görürük. Yəni, ötən günkü açıqlamalar, Hakan Fidanın İsrail rəsmilərinə səslənişi, ondan qabaq İsrail mətbuatının yazdıqları və Prezidentin bugünkü açıqlaması da yəqin ki, daha çox ona hesablanmış idi. Sizcə, yəni bunun bir, belə deyək, Azərbaycanın üzərinə yenə də bir missiya düşürmü, yoxsa bu münasibətlər sabah ciddi bir xarakter ala bilərmi Türkiyə ilə İsrail arasında? Və Azərbaycan yenə də ilk dəfə vasitəçilikdən danışır Prezident İlham Əliyev. Yenə də bir vasitəçi rolunda biz Azərbaycanı görə bilərikmi? Hər halda bu məsələ çox müzakirə olunur və Azərbaycanın biri qardaşıdır, biri dostudur. Və bəzən deyirlər ki, Türkiyə ilə İsrail arasında bir nifaq, bir qarşıdurma çıxarsa, Azərbaycan da çətin vəziyyətə düşə bilər. Eşidirəm sizi bu xüsusda. Bilirsiniz Ləman xanım, mən bir neçə gündür yəni bu mövzu ətrafında həm ictimai müzakirələrdə, həm telekanallarda öz fikrimi bəyan eləmişəm və bugün Laf TV-nin də mənə verdiyi fürsətdən yararlanaraq bir daha qeyd eləmək istəyirəm ki, ikisi də bir-biri ilə, yəni Türkiyə ilə İsrail arasında çox böyük gərginlik yaşanır, amma onun əzabını, əziyyətini biz Azərbaycan olaraq çəkirik və öz üzərimizdə daha çox hiss eləyirik. O, üzr istəyirəm, belə bir deyim var, yuxarı bığ, aşağı saqqal məsələsi. Yəni, həqiqətən də bugün Azərbaycanın durumu o qədər də ürək açan deyil. Yəni, bir tərəfdən qardaşın, bir tərəfdən də dostun. Adam qalır çıxılmaz bir vəziyyətdə. Amma mən sizə bir şey də deyim ki, İsraillə Türkiyə arasında o Mavi Mərmərə yadınıza gəlir də hadisəsi vaxtı çox böyük gərginlik yaşandı və o gərginlik sonra aradan qalxdı və demək olar ki, İsrailin birinci şəxsləri hətta Ankaraya və İstanbula səfərlər, isti münasibətlər var idi və Allah necə deyərlər, mərdimazara lənət eləsin və bəlli bir zamanda yenə də hər şey qarışdı, hər şey pozuldu. Və bu günləri bilirsiniz, Türkiyə İsraillə çox sərt bir münasibətdədir. Burada Suriya mövzusu var. Bilirsiniz, İsrail Suriyadan torpaq qopartmaq istəyir. Artıq Suriya ərazilərində müəyyən, belə deyək, hərəkətlər həyata keçirir. Bilirsiniz, BMT-nin ölmüş bir baş katibi var, Antonio Guterres'də. Yəni, heç nəyə yaramayan bir baş katibdir. Ancaq diş ağartmaqla və yaxud da ki, hansısa narahat olur və yaxud da bək narahat olur. Həyat yoldaşı da ona yemək verməyəndə çox narahat olur. Yəni, belə bəyanatlar səsləndir. Bunun mən ironiya ilə ona görə deyirəm ki, bunları lağlağaya qoymaq lazımdır. Çünki sən baş katib deyilsən, sən ümumiyyətlə, yəni o belə deyək də, müftəxorun birisən. Çünki sən bu günləri, bu məsələləri birinci növbədə sən həll eləməliydin. BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü ilə bir yerdə. Amma dünya aləm vecinə deyir. Oturub orada özü üçün, bilirsiniz necədir? Sizin, bizim Azərbaycanın bir aylıq büdcəsini onlar bir həftəyə xərcləyib dağıdırlar. Yəni, İsraillə Türkiyə arasında özdə İsrail Suriya ərazisini bombalayanda bilirsiniz ki, o bazada
3 Türk mütəxəssisi həyatını itirdi, şəhid oldu. Yəni bu da gərginlik üstünə əlavə gərginlik gətirdi və Ərdoğanın da tələbi ondan ibarətdir ki, İsrail deməli Suriya ərazisindən geri çəkilməlidir. İsrail deməli Həmasa, Qəzzaya qarşı bəzi addımlarını necə deyirlər, qanunlar çərçivəsində tənzimləməlidir. Amma Netanyahu da, bilirsiniz, az aşın duzu deyil də, Ləman xanım. Onu da deyim ki, sizə Netanyahuya və komandasına bugün müharibə əşəd lazımdır. Çünki müharibənin dayanacağı təqdirdə, necə ki, Rusiyada bu dahi sərkərdə müharibəni dayandırmaq istəmir. Yəni, Rusiya prezidentini mən nəzərdə tuturam. Burada da Netanyahu müharibənin dayanmasında əsla maraqlı deyil. Mən doğrusu desəm başa düşmədim. Bu girovları gah azad etməklə bağlı, nə bilim, razılıq əldə olunmuşdu, nə bilim, İsrail həbsxanalarından xeyli sayda deməli insanlar azad olundu, müəyyən girovlar geri alındı. Bəlli bir məqamdan sonra, bir müddətdən sonra yenə də intensiv deməli atəş səsləri eşidildi, yenə də bombalamaq, yenə də insan ölümü. Mən bu məsələdə, yəni açıq demək istəyirəm, qardaş Türkiyənin yanındayam. Çünki Türkiyənin tələbləri haqlı tələblərdir. İsrail öz ərazisini genişləndirmək üçün, o da öz üçün müəyyən torpaqlar, o Holland adaları var, qalan yüksəklikləri deyirlər. Yəni, onları da öz ərazisinə qatmaq istəyir, Suriya ərazisindən müəyyən hissə, torpaq özü üçün götürmək istəyir. Biz danışmışıq, çox maraqlı bir söhbət elədik Yasəmən Qaraqoyunlu ilə. Bu böyük bir BOP planıdır da, yəni o planın tərkib hissəsi hazırda orada baş verənlər. Amma mən sizə deyim ki, yəni Türkiyə sona qədər İsraillə bu məsələdə dirəniş göstərəcək. Mən şəxsən düşünürəm ki, bizim hər zaman dediyimiz o fikir var. Harada Türkiyə var, orada Azərbaycan var, harada Azərbaycan var, orada Türkiyə var. O nöqteyi nəzərdən biz qardaş Türkiyə ilə bir yerdəyik. Eyni zamanda bu dəfə əvvəlki münasibət deyil də. Yəni bugün ölkə başçısının Ad Universitetində keçirilən tədbirdə o dediyi fikir ki var. Yenə də demək istəyirəm ki, yəni bu dəfə nə İsrail, nə də Türkiyə heç razılaşmaz. Çünki biraz məsələlər çox qəlizləşib, çox dərinləşib. Əvvəlki vəziyyət deyildi də, bilirsiniz. Yəni burada Suriya faktoru... Gələcəkdə bir münaqişə, insident, müharibə çıxa bilərmi bu iki ölkə arasında? Mən istisna etmirəm. Yəni Türkiyə sona qədər dirəniş göstərəcək və mən sizə deyim ki, Netanyahu Vaşinqtondan faktiki olaraq Trump tərəfindən əli boş yola salındı. Çünki Trump qarşıdakı günlərdə, həftələrdə Ərdoğanla görüşəcək Vaşinqtonda. Yaxşı fikirlər söndürdü həm də Rəcəb Tayyib Ərdoğan haqqında, Türkiyə haqqında. Bəli, dedi, çox gözəl siyasətçidir, yaxşı oğlandır, dostumdur. Amma bilirsiniz nədə? Buna da Trump deyərlər. Yəni, baş üçün də deyilə bilərmi? Çünki belə fikirlər var. Hər halda Netanyahu'nun altına stul çəkən adamdır Trump. Bundan ikinci dəfə də o jesti eləyir və adamda belə təəssürat yaradır ki, ölkə kimi də İsraildən qüdrətli ölkəsən, super gücsən, yaş baxımından da Netanyahu'dan kifayət qədər yaşlısan. Bu nəzakəti, bu diqqəti digər dövlət rəsmilərinə edibmi Trump? Mən xatırlamıram. Amma bir Netanyahu'nun altında stulu çəkir. Bilirsiniz, Trump həm şovmendir, həm də ki, bilirsiniz, siyasətdə o tans vuran bir, belə deyək də, özünüz bilirsiniz, yəni bir şəxsdir. Bu hələlik oynayır, yəni siyasətçilərlə oynayır. Gah Putini tərifləyir, onun könlünü alamaqdan ötürü, sonra deyir ki, yaramazın biridir. Gah Zelenskini təriflədi, dedi, yaxşı oğlandı, sonra dedi ki, yox, əzlafın biridir, diktatordur, getməlidir. Ona görə Trump'ın ipinin üstünə odun yığılası deyir. Trump bu günləri dediyini, yadınıza gəlir, ona sual verdilər ki, sən Zelenskini diktator adlandırmışsan, jurnalistə bir tərs-tərs baxdı, az qalmışdı, durub jurnalistin üstünə cumsun ki, sən mənə şər atırsan. Yəni, o da bizim gözümüzün qabağında olub da. Ona görə, bilirsiniz, Trump'dır da, bilirsiniz, Trumplıya gedir, görək bu hara qədər Trumplini hara qədər gedir. Amma mən sizə deyim ki, Ərdoğana da Ərdoğan deyərlər. Ərdoğan indi gəlib, yəqin onunla müəyyən məsələləri danışandan sonra, baxaq görə Ərdoğan Vaşinqtonu tərk edəndən sonra Ərdoğanın ardına nə deyəcək? Hər halda mən hesab edirəm ki, o İsrail
balaca bir dövlətdir. Yəni balaca o mənada ki, Türkiyə bilirsiniz NATO'nun ikinci dövlətidir də. Yəni Amerika Birləşmiş Ştatlarından sonra və NATO'nun sütunları Amerika və Türkiyənin o belə deyək yükü altında duruş gətirir. Fikrimi izah edə bildim də. Yəni o nöqteyə nəzərdən ölkədir da, belə deyək də. Yəni NATO o iki çiyinin üzərində dayanıb. Olar, doğru. Ona görə də, yəni onsuz da bu həm Avropa İttifaqı ilə, həm NATO ilə, həm Kanada ilə, həm valla yetənə yetir, yetməyənə də bir daş atır hələlik. Ona görə dedim ki, hər əlini atır, boşa çıxır. Allah o gündən saxlasın ki, yəni bizim regiona başı ayılıb bir elə bizə tərəf boylanmasın.